Əməkdaşlarımız çörək daşınarkən qanun pozuntusunu aşkarlayıb. Bu fakt bir daha onu göstərdi ki, bəzən iaşə obyektləri, kafe və restoranlara, marketlərə çörəyin daşınması zamanı gigiyenik qaydalara riayət edilmir. Mövzunu əməkdaşımız Rəşad Vəkiloğlu araşdırıb. Niyə çörək formada daşıyırsan? Olmaz axı əlindən daşımaq formada. 10 dərəcə ona görə. Siz nə tapşırırsınız onlara? Çörəyə əl vurma. Çörəyə əlbəttə, çörəyə bir qayda olaraq əl vurmaq olmaz. Çörəkçi maşını saxlayıb hansı obyektə çörək aparır. O həmin məhsulları gigiyenik qaydalar pozulmadan tələblərə görə çörək yeşiklərində daşımalıdır. Lakin çörəkləri götürərkən əlində əlcə olsa belə paketlənmiş çörəklərin açıq hissələrinə toxunur. Yox, ümumiyyətlə çörəyə bilirsinizsə təmas eləmək, toxunmaq olmaz. Bilirsiniz bunu? Çörəkçi var arasında. Bayaqdan yığırsınız çörəyini. Bunu qabda aparmalısınız siz. Qabınız var. Çörəyin zavodlarda bişməsi və hazırlanması və marketlərə daşınması zamanı heç bir halda antisanitar qaydalar pozulmamalıdır. Bu əsasən, yəni zavodlardan marketlərə daşınan zaman bu qaydaların pozulması halları müşahidə olunur. Bu isə həm insanların sağlamlığına, həm də məhsulun keyfiyyətinə böyük təsir edir. Çörək antisanitar vəziyyətdə daşıyan işçinin çalışdığı müəssisəyə yollandı. Müəssisədən bildirildi ki, bütün çörək zavodlarında olduğu kimi sözgedən çörək zavodunda da çörəyin daşınması Nazirlər Kabinetinin qaydalarına və müəyyən edilmiş tələblərə əsasən daşınır. Bütün istehsal sahələrində işçilərin təlimatında göstərilir ki, çörək istehsal olunan yerdə kağız paketlərə qablaşır və taxta latoklar deyilir. Həmin qablarla maşınlara daşınır, maşınlarla da birbaşa dükanlara çatdırılma. Yəni işçi zavodlar tərəfindən həm əlcə ilə, həm xalatla təmin olunur və bu öz növbəsində bir ardıcıllıq təşkil edir. Zavoddan ta dükana çatdırılmaya kimi. Yəni onu bir zavod tərəfindən tam nəzarət eləmək qeyri-mümkündür. O yəni insanlara bağlıdır, işçilərə əsasən o təlimatlar bizim tərəfdən verilir. Bəli, hər bir işçiyə vəzifə səlahiyyətləri var, vəzifə borcları var. Bu vəzifə borclarını pozulanda biz tərəfdən də onlara ciddi töhmət vurulur, ya da ki, cərimələnir. Qida Təhlükəsizliyi Agentliyindən bildirildi ki, həmin görüntülər agentlik tərəfindən araşdırılıb və daşınma qaydalarının pozulması təsbit edilib. Agentlikdən o da bildirildi ki, qida təhlükəsizliyi baxımından çörəklərin həmin formada əllə təmas edərək daşınması yol verilməzdi. Agentlikdən həmçinin bildirildi ki, müəssisə tərəfindən çörəklərin xüsusi qablarda təmassız daşınması təmin edilməlidir. Rəşad Vəkiloğlu, Əfqan Bayramov, Space xəbər.